13-cü Qlobal Bakı Forumu çərçivəsində danışıqların o tərəfində COP-u canlı saxlamaq mübarizəsi adlı panel müzakirəsi təşkil olunub. Panel iştirakçıları COP konferanslarının əhəmiyyəti, indiyə qədər verilən qərarlar, iqlim dəyişikliyi ilə mübarizədə verilən təklifləri müzakirə ediblər. Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in təyin olunmuş prezidenti Murad Kurum, ölkəsinin COP31-ə ev sahibliyi edəcək ölkə mövqeyində görüləcək işlər haqqında danışıb. Bugün yaşadığımız ortam, bugün yaşadığımız aslında krizin en büyük sebepleri enerji. Dolayısıyla bir taraftan da iklim değişikliğinin uğraştığı konu %70'i enerji kaynaklı. Emisyonlarımızın %70'inin enerji kaynaklı olduğunu değerlendirdiğinizde her ülkenin kendi kendine yeten bir enerji politikasını hayata geçirmesi gerekiyor. Bu manada her ülkenin tabii kendi özelliği var. Yenilenebilir enerjiyi çok dikkate alıyoruz. Bu manada yenilenebilir enerjiyle alakalı adımları atacağız. Azərbaycan prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi COP29-un prezidenti Muxtar Babayev qlobal iqlim maliyyəsi və COP qərarlarının icrası ilə bağlı problemlərə toxunub. İlk illərdə fonda donorlar tərəfindən kifayət qədər iyanələrin edildiyinin şahidi olduq. Lakin hazırda bu vəsaitlərin həcmi azalır. Hazırda bir çox ölkə daha çox müdafiə və təhlükəsizlik sahəsinə vəsait ayırır. Münaqişə risklərinə qarşı özlərini sığortalamağa çalışır. Nəticədə isə iqlim məsələləri bir qədər arxa plana keçir. Mərakeşin sabiq Xarici İşlər və Əməkdaşlıq naziri COP22-nin prezidenti Salaheddin Mezaur parçalanmış qlobal nizamda COP konferanslarını ölkələri birləşdirən ən son ümumbəşəri platforma adlandırıb və iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətini sürətləndirməyə çağırıb. COP24-ün prezidenti Polşanın iqlim və ətraf mühit naziri də iqlim siyasətində gələcəyə yönəlmiş yanaşmanın vacibliyindən və ölkələr arasında fikir ayrılıqlarından danışıb. Əgər iqlim problemlərinə kompleks və geniş strategiya ilə yanaşılmasa, gələcəkdə vəziyyət daha fərqli və çətin istiqamətdə inkişaf edə bilər. Yalnız keçmiş problemləri müzakirə etməməli, daha çox yeni texnologiyalar, innovativ həllər, dayanıqlı inkişaf yolları haqqında danışılmalıdır. Panel müzakirədə Misirin sabiq Xarici İşlər naziri COP27-nin prezidenti Sameh Şükrü və Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov da iqlim məsələlərində öz fikirlərini bildiriblər. YouTube kanalımıza abunə olun.